Aşağıdakılardan hansı sadə ədəddir? Sadə ədəd yalnız özünə və birə bölünən ədəddir. Burada isə Y variantındakı ədəd yalnız özünə və birə bölünür. Yəni 1-ə və 41-ə bölünür. Qalan ədədlərdə məsələn A variantında 57 3-ə bölünür. B variantındakı ədəd 3-ə bölünür. C variantındakı ədəd 7-yə bölünür. D variantındakı ədəd isə 5-ə bölünür. Deməli, cavab Y-dir. Sadələşdirin. Kəsirin sürət və məxrəcini vergüldən azad edək. Yəni, sürət və məxrəci minə vuraq. Sürətdə alırıq 80, məxrəcdə 4. Üstəgəl, ikinci kəsirdə də 60 bölünsün 5 şəklində yaza bilərik. Olacaq 20, üstəgəl 12 bərabərdir 32. Cavab C. 0,2 ədədini faizlə ifadə edin. Bunun üçün ədədi 100-ə vurmaq lazımdır. 0,2 vur 100 bərabərdir 2%. Cavab B variantı. B ədədini 15-ə böldükdə qalıqda 8 alınır. Bu ədədi 5-ə bölsək qalıqda neçə alınır? B ədədi 15K plus 8 şəklindədir. 5-ə bölsək təbii ki 15K 5-ə bölünəcək. 8-i 5-ə bölüb biz qalığı tapa bilərik. Qalıq 3 olacaq. Cavab C-dir. A bucağı ilə B bucağı qarşılıqlı bucaqlar olarsa X-i tapın. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olduğundan X plus 35 bərabərdir 73 çıx X-ə. Buradan 2X bərabərdir 73 çıx 35. 2X bərabərdir 38, X bərabərdir 19. Cavab A-dır. Tənasübdən X-i tapın. Tənasübün kənar həddlər hasili orta həddlər hasilinə bərabərdir. Yəni 4x vur 21 bərabərdir 7 vurulsun 20. Hər tərəfi 7-yə bölsək burada 3 qalacaq. 4-ə bölsək burada 5 qalacaq. 3x bərabərdir 5. X bərabərdir 5 böl 3. Yəni 1 tam 3-də 2. D variantı. 3 rəqəmli ədəd 3-ə tam bölünürsə, A-nın ala biləcəyi qiymətlər cəmini tapın. 3-ə bölünmə əlaməti rəqəmlər cəminin 3-ə bölünməsidir. Yəni 1 üstəgəl 3 üstəgəl 5 üstəgəl A 3-ə bölünməlidir. 9 üstəgəl A 3-ə bölünməsi üçün A 0, 3, 6 və 9 ola bilər. A-nın ala biləcəyi qiymətlər cəmi isə 0 üstəgəl 3 üstəgəl 6 üstəgəl 9 bərabərdir 18 olar. Cavab C-dir. Malın qiymətini 10% azaltdıqdan sonra 810 manat oldu. Əvvəlcə malın qiyməti neçə manat idi? Malın qiymətini X götürsək, 10% azaltdıqdan sonra, yəni onun 90%-i 810-dur. Əvvəlki qiymət, yəni 100% isə X-dir. X bərabərdir 810 vur 100 bölünsün 90. 90 da 810-u qısa eləsək 900 alarıq. Cavab D-dir. Əkob AB 17, əbob AB 17 olarsa A plus B cəmini tapın. Əgər əkob əboba bərabərdirsə, deməli bu ədədlər bərabərdir və hər ikisi də əbob və ya əkobun qiymətinə bərabərdir. Yəni A bərabərdir B, o da bərabərdir 17 olmalıdır. 17 üstəgəl 17 isə 34 olar. Cavab A variantı. Uyğun tərəfləri paralel olan bucaqların nisbəti 3/7 olarsa böyük bucağı tapın. Uyğun tərəfləri paralel olan bucaqlar ya bərabərdir, ya da onların cəmi 180-dir. Burada bərabərlik ola bilməz. Deməli 3K üstəgəl 7K bərabərdir 180, K bərabərdir 18. Böyük bucaq isə 7K'dır. 7 vur 18 olacaq 126. Cavab D'dir.
240 ədədini 7-də 1 və 3-də 1 ədədləri tərs mütənasib hissələrə ayırın. Deməli 7x üstəgəl 3x bərabərdir 240. X bərabərdir 24. 7 vur 24 168 olacaq. 3 vur 24 isə 72 olacaq. Cavab 72 və 168 Y variantı. 140 ədədinin natural bölənləri sayını tapın. Bunun üçün ədədi sadə qruplarına ayırırdıq. 140 bərabərdir 2 vurulsun 7 vurulsun 2 vurulsun 5. Yəni 2'nin kvadratı vur 7 vur 5. Sonra qüvvətlərini bir vahid artırırdıq. 2 plus 1. Üstəgəl 1 plus 1. Üstəgəl 1 plus 1. Yəni üstdəki sadə ədədlərin qüvvətlərini, müxtəlif sadə ədədlərin qüvvətlərini bir vahid artırırıq. Və bunları vururuq bir-birinə olur. Natural bölənlərin sayı 3 vurulsun 2 vurulsun 2. 12 olar. Cavab C'dir. Həsən əvvəlcə evdən məktəbə qədər olan yolun 4də 1'ini, sonra isə qalan yolun 3də 1'ini getdi. Yolun hansı hissəsi qaldı? Əgər yolun 4də 1'ini gedibsə, deməli yolun 4də 3'ü qalıb və qalan yolun 3də 1'ini gedibsə, deməli 3də 2'si qalar. O da eləyəcək 4də 2, yəni 2də 1. Deməli cavab Y'dir. N'in hansı qiymətlərində əkop N15, 15 bərabərliyi doğrudur? Təbii ki, burada N15'in bölənləri olmalıdır. Yəni N 1, 3, 5 və 15 ola bilər. Cavab C'dir. A bölünsün B bərabərdir 5 bölü 2, A plus B 35 olarsa B'ni tapın. A bərabərdir 5K, B bərabərdir 2K'dır. 7K bərabərdir 35, K bərabərdir 5. B isə 2K olduğundan 2 vur 5, 10 olar. Cavab B variantı. Hesablayın. 1 çıx 5də 1, 5də 4. 1 çıx 6da 1, 6da 5 olacaq. Və sair bu qaydadan yazsaq. 9'da 8 olsun, 10'da 9. Burada ixtisarlar yaparsaq. Cavab 10'da 4 olar. Yəni 0,4. Şəkildəki alfa, beta, gamma bucaqları üçün alfanı tapın. Beta bərabərdir şərtə əsasən 3 alfa, gamma isə 5 alfadır. Onda şəkilə əsasən alfa plus beta plus gamma 180 olduğundan 9 alfa bərabər 180 olacaq. Alfa 20 olacaq. Cavab 20. Qonşu bucaqların biri digərinin 25%'ni təşkil edir. Bu bucaqlardan böyüyünü tapın. Deməli, bucaqlardan birinə x desək, digər 4x olacaq. Yəni 4 dəfə çox olacaq. Və yaxud da birinə x desək, digəri 0,25x olacaq. Fərqi yoxdur. Hər ikisi eyni şeydir. 5x bərabərdir 180. Çünki qonşu bucaqların cəmi 180'dir. X 36 olacaq. Böyük bucaq 4x'dir. 4 vur 36 olacaq. 144. Cavab 144. Şəkilə əsasən deməli 2 alfa plus 3 betanı tapmalıyıq. Təbii ki, paralel köçürsək, deməli beta bucağı uyğun bucaqdır. Deməli paralelliyə əsasən deməli bu da beta bucağı olacaq bu hissə. Və beta bucağı 150 ilə qonşudur. Alfa bucağı da beta bucağı ilə uyğun bucaqdır. Yəni alfa betaya bərabərdir. Və beta bucağı olacaq 180 çıx 150.
30. Deməli alfa da 30 olacaq. Onda 2 alfa üstəgəl 3 beta olacaq. 60 üstəgəl 90 bərabərdir 150. Cavab 150'dir. Sinifdə 20 şagird oxuyur və onların 20% qızdır. Deməli 20'nin 20%. Qızları tapdıq. 4 nəfər qızdır. Bu sinifə bir neçə qız şagird gəldikdən sonra qızların sayı bütün sinifin 36%'ni təşkil etdi. Yəni sinifə bir neçə qız gəldi, deməli oldu sinifdə 20 plus x şagird. Bu şagirdlərin sayıdır. Qızların sayı isə 4 plus x oldu. Deməli 4 plus x 20 plus x'in 36%'dir. Yəni 4 plus x bölünsün 20 plus x bərabərdir %36. İxtisar yaparsaq 4'ə ixtisar etsək 9'da 25'də 9. Tənasübə əsasən çarpaz vursaq deməli 100 üstəgəl 25x bərabərdir 180 üstəgəl 9x. 16x bərabərdir 80, x bərabərdir 5. Deməli sonradan bu sinifə 5 qız gəlmişdir. Sinifdə bizdən də qızların bəli sayı soruşulurdu. Neçə qız gəlmişdir? 5. AB plus BA bərabər 99 olarsa AB hasilinin ən böyük qiymətini tap. Deməli 10A plus B üstəgəl 10B plus A bərabər 99'dur. 11A üstəgəl 11B bərabər 99. A plus B 9 olacaq. Cəmi 9 olan rəqəmlərdən hasili ən böyük olan 4 və 5'dir. 4 vur 5 bərabərdir 20. N'in neçə natural qiymətində kəsri natural ədəddir. Kəsiri aşağıdakı kimi yazaq. N kvadratı bölü n üstəgəl 5n bölü n üstəgəl 36 bölü n. N üstəgəl 5 üstəgəl 36 bölü n. Deməli bu kəsirin natural olması üçün n 36'nın bölənləri olmalıdır. Bunu bölənlər sayı düsturunda yaza bilərik. 68-ci sualdakı kimi. Yəni əvvəl biz 140'ın natural bölənlərinin sayını tapdıq. Eyni qaydanın 36'nın natural 36'nın sadə vurğulara ayırsaq 36 2'nin kvadratı vur 3'ün kvadratı deməkdir. Onun bölənləri sayı isə 2 plus 1 2 plus 1 yəni 9 olacaq. Cavab 9'dur. Və yaxud da burada yazmaq olardı. N 1, 2, 3, 6, 9, 12, 18 və 36. Bir, 2, 3, 6, 4 də yadınız 4 də ola bilərdi. Bəli. Deməli 9 dənə bunun böləni vardır. Uzunluğu 72 cm olan parça 3 müxtəlif hissəyə bölünür. Ortadakı parçanın uzunluğu 20 cm olarsa, kənardakı parçaların ortaları arasında məsafəni tapın. Hər hansı parça götürək, uzunluğu 72'dir. 3 müxtəlif hissəyə bölünmüşdür. Deyək ki, bu şəkildə bölünmüşdür. Ortadakı parçanın uzunluğu 20 cm-dir. Kənardakı parçaların ortaları arasında məsafəni tapın. Kənardakı parçaların ortaları arasında məsafə soruşulduğundan, deməli, kənardakı parçalar bərabər hissəyə bölünür. Yəni, bura x yazsaq, digər parça isə y olar. Daha doğrusu y yaza bilərik.
Təbii ki 2x plus 2y 72 çıx 20'ye bərabərdir. Yəni 52'dir. Buradan x plus y 26 olacaq. Kənardakı parça ortalar arasında məsafə isə 20 üstəgəl 26 46 olar. Cavab 46'dır. Və yaxud da 72'dən də 26 çıxa bilərdik. 50% 12 litr spirt məhluluna neçə litr su əlavə edilsə 20% spirt məhlulu alınır. Bunu müəyyən məlum olan qaydaya əsasən yaza bilərik. Yəni 50 vurulsun 12 üstə gəlinsin. Suyun faizi sıfırdır. X vurulsun 0 bərabərdir. 50 12 üstə gəl x vurulsun 20. Yəni məhlulların iki məhlulun qarşılığından alınan məhlulun faizi. A faizli, B litr, X litr deyək. B faizli, Y litr. Yekunda olacaq təbii ki x plus y, daha doğrusu C faizli bir məhlul alacaq. Burada isə x plus y alacaq. Burada x vur A üstə gəl y vur B bərabərdir. X plus y vur C-yə bərabərdir. Yəni bu düstura əsasən yaza bilərik. Buradan 600 bərabərdir 12 plus x vurulsun 20. 12 plus x bərabərdir 30. X bərabərdir 18 alaraq. Və yaxud da ayrı-ayrı spirti taparıq tərkibindəki əvvəlcə. Sonra yenə suya x deyib tənlik qura bilərdik. Cavab 18. 144 dərəcəli ABC üçbucağının daxilində keçən BD şurası onun fərqi 32 olan iki bucağa bölür. Deməli, bucaqlardan biri digərindən 32 dərəcə böyükdür. Yəni birinə x desək, digəri x plus 32 olacaq. Və bu bucaqların cəmi 144 olmalıdır. X üstə gəl x plus 32 bərabərdir 144. 2x bərabərdir 144'dən 32 çıxsaq 112 olar. X bərabərdir 56 olar. Deməli, kiçik bucaq 56 dərəcədir. Cavab 56.